Salam, hər vaxtınız xeyir olsun. Hər biri salamlayıram. Bu gün mövzu meyvə quruları olacaq. Ərik, xurma və s. və l-axır. Onlar haqqında. Nə qədər şirin, dadlı, ləzzətli görünsə də, onun içində də hansı maddələr var. Sizə də maraqlıdır. Elə bu barədə istəyirəm birbaşa mövzuya keçək. Y kodlarından başlamaq istəyirəm. Deyəcəksiniz ki, elə hər şeydə bu Y kodu var. Amma nə idi? Y220 kükürt dioksitdir. Kükürt dioksit məhsula antioksidan və qoruyucu təsir göstərir. Bu isə uzun müddətli məhsulun qalmasına köməklik edir. Zərərlər nədən ibarətdir? Zərərləri allergiya, nəfəs alma və ya bronx xəstəliyi olanlar varsa buna diqqət etməlidir. İkinci məsələ Y202 kalium sorbatdır. Bu isə həmin məhsulda göbələk və kif, mor düşür deyirik belə. Bundan qarşısını almaqdır və uzun müddətli qalmaqdır. Xarab olmaması üçün bu maddə əlavə olunur. Zərərlər ümumiyyətlə zərərsizdir, amma yüksək miqdarda, yüksək dozada qəbul etdiyimiz zaman bu allerji xəstəlikləri üçün risklər səbəb ola bilər. Üçüncüsü, Y200 sorbin turşusu. Bu isə həmin məhsulun göbələk və bakteriyaların inkişafının qarşısını alır və raf ömrünü uzadır. Zərərlərinə gəldikdə isə normal miqdarda qəbul etdiyimiz zaman heç bir fəsadı yoxdur, təhlükəsizdir, amma yüksək miqdarda qəbul etdiyimiz zaman dəri allergiyasına səbəb ola bilər. Y905 bu isə parfümdür, mineral yağlar. Bu məhsulun daha parlaq, daha da cazibədar görünməsi üçün istifadə olunan bir maddədir. Zərərləri isə ümumiyyətlə təhlükəsiz hesab edilir. Yüksək miqdarda qəbul etdiyimizdə isə həzm prosesində problemlər yarada bilər. Gəldik əsas məsələyə. Bu isə glikoza və şəkər şərbətləridir. Məhsulun daha nəmli, daha yumuşaq, daha uzun müddətli qalması və daha şirin, dadlı olması üçün istifadə olunan bir məhsuldur. Bu məhsulun zərərləri böyrək, ürək və damar xəstəlikləri və şəkər, diabetik insanlar üçün risklidir. Bunun üçün nə etməliyik? Gəldik məsələyə. Bunun üçün həmin məhsulları aldığımız zaman çox gözəl yumalıyıq, amma ılıq suda. Yəni, suyun temperaturu 40 dərəcə və ya 42 dərəcə arasında olmalıdır. Yumalıyıq, yuduqdan sonra istifadə etməliyik. Nə olursa olsun sağlığımıza diqqət edək. Məhsulları alarkən